bir qövm bir araya toplaşar, bir məclis qurar və lakin orada Allah Azza və Cəllənin adını zikr eləməzsə, onlar uzunqulağın leşi üzərindən qalxmış kimidir. Və alimlər bu hədisin şərhində bildirirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sadə, yəni gözümüzdə sadə olan bir əməli çirkin bir şeylə misallandırır. Yəni normalda biz adət eləyirik bu şeyi ki, otururuq, deyirik, gürürük, amma Allah Azza və Cəllənin dinindən danışmırıq, zikr eləmirik, o məclisdən ilə qalxırıq. Allah Resulü sallallahu aleyhi və səlləm onu gör necə çirkin şəkildə vəsf eləyir ki, uzunqulağın leşi üzərindən qalxmış kimidir. Yenə başqa bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Allah Azza və Cəllə dedi, qüdsi bir hədisdir. Vacəbət məhəbbəti, məhəbbətin vacib oldu. Lil mutəzəvirinə fiyyə, mənim üçün bir-birlərini ziyarət edənlərə. Vəl mutəcəlisinə fiyyə, mənim üçün bir yerdə məclis quranlara. Vəl mutəhabbinə fiyyə, mənim üçün bir-birlərini sevənlərə. Vəl mutəbədirinə fiyyə, mənim üçün bir-birinə arxa dayaqlanlara. Baxın, bu iki hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem birincisində zikirsiz keçən məclisi bildirir ki, uzunqulağın leşi üzərindən qalxmış kimidir. İğrənc bir məclisdir. Digər yönündə isə zikir olunan məclisdən danışır ki, Allah üçün zikr olunan məclisdə Allah Azza və Cəllənin sevgisini qazanırsan. Və bu həyatda nə üçün yaşayır ki? Dünya təlaşamız olur, çətinliklərimiz olur, dünya bizə alladır, amma əsas yenə məqsədimiz nədir? Rəbbimizin sevgisini qazana bilmək. Və ona görə zikir məclisləri, gözəl qardaşlarım, çox önəmlidir. Çalışın zikir məclislərdə iştirak edin. Zikir məclisləri ancaq bizi Allah Azza və Cəlləyə yaxınlaşdırar.